Hansı notebook markası ən problemsizdir? Problemsiz notebook yoxdur. İstehsalatdan sonra 2% minimum xarab olma faizi var. Yəni bu hər avadanlığın 2% xarab olur və yaxud daha çox. Bu baxır onun istifadə sahəsinə və istehsalat liniyasına. Əgər sizdə biznes modellərdirsə, onların keyfiyyəti zəmanəti 3 ildən başladığına görə keyfiyyəti biraz daha yüksəkdir. Consumer, yəni ev üçün istifadə olunan notebooklar keyfiyyəti biraz aşağıdır. Gamerlər 3 il maksimal sürəti var, ondan sonra xarab olur. Bir də mən sizə bir məsləhət eləyərəm ki, heç vaxt təmir olunmuş, yəni zavodda təmir olunmuş refurbished notebooklar almayasınız. Refurbished nə deməkdir? Bu notebooklar xarab ehtiyac hissələri rəsmi servis mərkəzindən qaytarılır istehsalçıya. Onlar təzədən həmin o detalları təmir edib, təzədən notebook yığırlar və çox aşağı qiymətə təzədən satırlar və üstündə refurbished yazılır. Bizim satıcılar o refurbished sözünü asetonla silir, təzə adı ilə sizə satır. Bunu diqqətə yetirir. Alanda notebooku korobkasını yoxlayır. Onun üstündə refurbished olmasın sözü. Sonra batareykasının altında olur çox vaxt o söz refurbished. Seriya nömrəsi ilə yoxlaya bilərsiniz ki, bu refurbished yoxsa yox. Alanda notebooku tanıdığınız yerdən alır. Bu çox vacibdir. Yəni tanış adam sizə refurbished mal satmaz.